Məsələn, mən xatırlayıram ki, Təbrizlə bağlı, Güney Azərbaycanla bağlı mən o sizə deyirəm ki, 45 Facebook şəbəkəsində mən 45 yazı yazmışam. O 45 yazını mən o vaxtlar yazanda hər dəfə adamlar, məsələn, sosial şəbəkə istifadəçilərinin içərisində mənə lağa qoyanlar var. Məsələn, mən tanınmış orada jurnalistlər filanlar da vardı. Girib yazırdılar ki, qaqamız Təbrizə giribdir, çıxa bilmir oradan. Məsələn, mənə deyirlər. İndi öz aləmlərində güya mənə lağa qoyurdular. Və indi maraqlı da odur ki, indi həmin adamlar, mən baxıram onlara, gülürəm, mən onlara gülürəm. İndi mən baxıram, hər gün onlar yazırlar ki, biz hazır olmalıyıq. Güney Azərbaycanda ciddi proseslər başlayıb, biz Azərbaycan hazır olmalı. Amma halbuki həmin adamlar indi bir il bundan qabaq, yəni 2 il bundan qabaq bizi lağa qoyur. Mənim kimi adamları lağa qoyurdular ki, bəs Şimali Azərbaycanın problemlərini həll eləmirsən, indi qalıb Təbrizin məsələsi. Azərbaycan çox təəssüf ki, bu məsələdə sizin dediyiniz kimi o qınaqların müəyyən qədər əsaslıdır. Bax, indi siz baxın, görün, Kürd məsələsini hamı müzakirə edir, təhlükə kimi onu görür, danışır. Rıza Pəhləvi məsələsini danışır hamı, amma heç kəs Azərbaycandan danışmır. Heç kəs demir ki, Təbrizdə dövlət qurulacaq. Halbuki Kürdlərdən də, Rıza Pəhləvidən də daha çox haqqı olan, daha çox danışılmalı olan bizdədir. 45-46-cı illərdə orada muxtar dövlət oldu. Pişəvər hökuməti. 20-ci ildə demək orada Azərbaycan Xiyabani rəhbərliyi ilə dövlət. Səttarxanın hərəkatı İranda konstitusiyalı monarxiya sisteminin yaranmasını gətirdi. İran parlamenti və məclis o Səttarxanın demək xidmətinin nəticəsidir. Yəni siz İran tarixinin hansı bir mərhələsinə baxsaz görərsiniz ki, orada Azərbaycansız heç nə yoxdur. Amma bizdən daha çox danışılmaq əvəzinə demək daha çox Pəhləvilərdən və Kürdlərdən danışılır. Amma bunun günahkarı kimdir? Bunun günahkarı bizik. Həm Azərbaycan Respublikasıdır. Azərbaycan Respublikasının dövlət strukturlarıdır. Azərbaycan Respublikasının belə deyək də ictimai strukturlarıdır. Qeyri-hökumət təşkilatları, mətbuatıdır və bütövlükdə cəmiyyət. Və o lidersizlikdən siz danışanda mən bir məsələni də vurguladım. Azərbaycandakı bu 30 illik avtoritar rejim həm də Azərbaycan siyasətini tamamilə ölü bir vəziyyətə çevirdi. 90-cı illərdə Güney Azərbaycan məsələsi Azərbaycanın ictimai-siyasi həyatında daha çox qabardılırdı, daha çox geniş müzakirələrə səbəb olurdu. Nəinki indi. O dövrdə deyək ki, məsələn, Elçibəy faktoru vardı. Elçibəy bu məsələləri gündəliyə gətirirdi. İndi Azərbaycanda demək, alternativ fikrin ifadəsi sonuncu lider Əli Kərimli idi. Və bu günləri Azərbaycan dövləti İlham Əliyev durub Güney Azərbaycanla bağlı bəyanatlar verə bilməz. Azərbaycanda müxalif lider, məsələn, Əli Kərimli bugün çöldə olsaydı, Güney Azərbaycanla bağlı mesajların çoxunu, məsələn, Əli Kərimlinin dilindən verdirmək olardı. Amma bugün İlham Əliyev onu tutub həbs etdiribdi və o danışan dilin biri də kəsilibdi. Yerdə qalan, məsələn, o siyasi partiyalar var bu qədər. Onların da hamısına heç Azərbaycan cəmiyyətinin özündə etimad yoxdur. O da qala ki, onlar məsələn Güney Azərbaycana təsir edirlər. Eyni proses Güney Azərbaycanla da bağlıdır. Məsələn, Güney Azərbaycanda mən indi bu neçə gündür izləyirəm xəbərləri. Düz yazmağa imkanım yoxdur, məhduddur vaxtım. Amma xəbərləri izləyirəm. Güney Azərbaycanda da məsələ belədir ki, bir var Güney Azərbaycanın mühacir təşkilatları. Orada vəziyyət çox bərbaddır. Mən onların bir çoxları ilə hətta bu 2-3-4 gündə əlaqədə saxlamışam ki, siz indiyənə qədər Güney Azərbaycanda federalizm olsun, yoxsa istiqlal olsun müzakirələrinə, boş-boş müzakirələrə aludəçilik elədiniz və bu günləri artıq arxa plandasınız və bugün qorxu içində deyirsiniz ki, Rıza Pəhləvi gələ bilər və biz uduza bilər. İkinci məsələ orada, bu Pezeşkiyan deyək də, məsələn, oradakı o sistemin daxilindəki türklər məsələsidir. Onlar da biraz fərqlidir. Kürdlərdən də və digər oradakı milli azlıqlardan onların yanaşmaları fərqlidir. Orada bir də İranlı kimliyini belə deyək, qəbul eləmiş böyük bir çoxluq var. Düzdür, onlar öz milli hüquqlarını tələb edirlər. Azərbaycan dilinin tədris edilməsini və s. və ilə. Amma onlarda İranı yad bir dövlət kimi görmə anlayışı yoxdur. Çoxları var. Məsələn, mən onların bir çoxları ilə də münasibətlərim var. Söhbətlər eləyirik. Onlar deyirlər ki, İranı biz öz dövlətimiz kimi görürük. Oranı biz yad dövlət kimi görmürük. Oranın sahibi bizik. Tehranda deyirlər ki, məsələn, İranda deyirlər ki, əsas kapital, əsas iqtisadi hakimiyyət bizim əlimizdədir. Baxmayın, deyirsiniz, fars dilinin belə hakim olmağına filana.
Biz İranda söz sahiblərindən biriyik. Və həqiqətən indi bu saatın özündə bir baxın siz. Əgər demək o 12 günlük müharibədə İranın demək baş qərargahın rəisi öldürülməsəydi, o Azərbaycanlı idi. Ali rəhbər Azərbaycanlıdır. Pezeşkiyan dövlət başçısı demək Azərbaycanlıdır. Abbas Əraqçı Xarici İşlər Naziridir, Azərbaycanlıdır. Özdə o Abbas Əraqçı bizim bu Şimal Azərbaycandakı ədəbi dilimizdə o qədər sərbəst danışır ki, o danışanda o geyimindən, üzünün saqqalıcadı olmasa elə bilərsən ki, Azərbaycandakı məmurdur. Yəni o qədər belə səlis danışır Şimal Azərbaycan ədəbi dilini. Yəni belə baxanda sən həqiqətən də görürsən ki, məsələn dediyim kimi, bir ölkədə əsas siyasi qərarları verən fiqurlar kimlərdir? Orada ali rəhbərdir, prezidentdir, müdafiə naziridir, baş qərargah rəisidir, xarici işlər. Bunların hamısı Azərbaycanlıdır. Yəni o təbəqə oradakı o əsas söz sahibləri, kapital sahibləri olan adamlar. Onların hamısı məsələn Azərbaycanlılardır. İndi bu dünənlər xəbər yayıldı ki, İranın Xarici İşlər Nazirinin müavini İrəvana gedibdi. Orada siyasi məsləhətləşmələr apardı. Həmin o adamın babaları İrəvan Azərbaycanlısıdır. İndi siz təsəvvür edin ki, yəni İrəvandan erməniləri gətirib onları orada yerləşdiriblər. Bunun babalarını oradan didərgin salırlar. İndi o nəvə, nəticə gedir indi İrəvanda təzələnən ermənilərlə məsələləri müzakirə etməyə. Yəni bunların aləmində, dünya görüşündə İran bir yad ünsür deyil, yad bir element deyil. Onlar İran dövlətinə bağlıdırlar. Bizim orada bu məsələləri, Güney məsələlərini müzakirə olunanda mən həmişə deyirdim ki, biz emosiyalara qapılıb bütöv Azərbaycan, Güney Azərbaycan istiqlalı məsələlərini qoyuruq, bunu danışırıq, bunlar yaxşıdır. Amma reallıq hissini də itirməli deyilik. Yəni biz onu da göz ardı eləməməliyik ki, Güney Azərbaycan türklərinin, yəni İran türklərinin, Azərbaycan, oradakı İrandakı Azərbaycan türklərinin yəni bir hissəsi də, yəni böyük bir hissəsi də deyə bilərik ki, onlar İran dövlətini belə deyək ki, ərazi bütövlüyünün pozulmasında da maraqlı deyillər. Onlar İran dövlətinə sadiqdirlər. Amma orada da təbii ki, öz hüquqlarını tələb edirlər. İstəyirlər ki, onların da, bəli, onlar da deyirlər ki, biz Azərbaycan dilinə tədris haqqı verilməlidir.